Salam əziz uşaqlar. Mən bugün sizin üçün üçbucaq bölməsindən yeni bir sualın izahını çəkirəm. Deməli, bizə bu sualda nə deyilir? Deyir, AB, deməli, ABC düzbucaqlı üçbucağından, düzbucaq təpəsindən hipotenusa bir hündürlük çəkilib. Bizə, deməli, BH-ın CH-a nisbətini soruşur. Deməli, mən bura bir N desəm, burada bir M desəm, yəni M-in N-ə nisbətini məndən soruşur. M-in N-ə yox, N-in M-ə nisbətini soruşur. N-in M-ə nisbətini soruşur. Deməli, bu məsələni biz müxtəlif yollarla həll eləyə bilərik. Amma mən sizin üçün asan bir yol seçmişəm, yəni proyeksiya yolunu. Deməli, nə edirik? Proyeksiya ilə getsək, 6-nın kvadratı bərabərdir N-in vurulsun N plus M-ə. Digər tərəfdən 10-un kvadratı bərabərdir M vurulsun N plus N. Aha. Deməli, mən buradan N-i və M-i tapsam, N bərabərdir 36 bölünsün N plus N. M bərabərdir 100 bölünsün, deməli, N plus N. Və bunları bir-birinə bölsəm, yəni N bölünsün M, 36 bölünsün N plus M. Deməli, kəsir-kəsirə böləndə birinci kəsir olduğu kimi saxlayırıq, digərini tərsinə çeviririk. Yəni, N plus N bölünsün 100. Buradan N plus N-lər ixtisar gedər. Qaldı 36 bölünsün 100. Bu da 0,136. Cavabımız olacaq 0,136.